Red Pill fəlsəfəsində alfa psixologiyası dedikdə başa düşüləsi şey odur ki, insan özündən əmin, lider ruhlu, məqsədlərinə fokuslanmış vəziyyətdə olur. Gəlin bunu çox sadə dildə izah edək. Özünə inam. Başqalarının sənə dediklərinə çox fikir vermirsən, öz gücünə və bacarığına inanırsan. Sakit və qərarlı ol. Hər vəziyyətdə çılğın reaksiya vermə əvəzinə sakitcə düşünür, sonra qərar verirsən. Məqsəd qoy və ona çat. Nə isə nail olmaq istəyirsənsə plan qurursan və qurduğun plana əməl edirsən. Sabah başlayacam, yox, bugün başlamalıyam prinsipi. Sağlam həyat tərzi. İdman edirsən, düzgün qidalanırsan, kifayət qədər yatır və bədənini qayğıya götürürsən. Açıq və etibarlı bədən dili. Dik durursan, insanların gözünə baxırsan və anlaşılır şəkildə danışırsan. Sosial bacarıqlar. İnsanlarla rahat ünsiyyət qurursan, dinləyirsən, amma öz fikrini də söyləməkdən çəkinmirsən. Şəxsi sərhədlər. Nəyi qəbul edəcəyini, nəyin sənin üçün uğursuz olduğunu bilirsən. Ehtiyacın yoxdursa, yox deməkdən çəkinmirsən. Gündəlik tətbiq üçün 3 sadə addım. Səhər qısa rutinin olsun. Məsələn, 5 dəqiqə nəfəs məşqi, sonra 10 dəqiqə gəzinti və ya məşq. Kiçik hədəflər qoy. Hər gün 1-2 məqsədi yerinə yetir və onları qeyd et. Pozitiv mühit yarat. Səni ruhlandıran insanlarla ol, motivasiya verən kitab və ya videolar izləyərək özünü formalaşdır. Bu sadə prinsipləri gündəlik həyatına daxil etdikcə özünü daha güclü, inamlı və alfa tipli şəxsiyyət kimi hiss edəcəksən.